Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi. Ad, si. Adından bəllidir. Qardaşı sizə tərcümə eləsin də. Ad, rus dilində cəhənnəm. Si, İngilis dilində dəniz. Adsinin sədri Zaur Mikhailov. Siz bilərsiniz, cəhənnəmdə dəniz olacaq, yoxsa orada şöçük qoyacaqsınız. Hala, mən deyəm, Patamdatda yaşayıram. Bir gündən bir su verirsə cəmaata. Qeydib deyirsən, su tarifləri, xərcləri ödəmir. Bəs yaxşı, xeyr ola, 800 minə 14 dənə maşın almısan idarəvə, hə? Mağul əyitmə şöçük qoyanda korobka qoymadılar. Zəng vurdum qaynar xəttimizə, soyuq danışdılar. Deyirəm, ala, bu şöçükü qoyanda korobkasını xeyr ola qoymamışsınız. Deyir, yox, müəllim, o vaxtı korobka yox idi, indi gəlib. Deyirəm, ələ lap yaxşı da, indi gəlib gətir qoy da. Deyir, yox, qoyan icazə qoymur, qoyaq. Mənə bax, bu korobkanı qoyanını hardan tapaq? Hə? Deyirəm, əcəb işə düşmüş, lap şöçüksə dolanmışsa hamını. Tələsmə, Zaur, tələsmə. Sən də çıxıb gedəndən sonra sənə də qoyan tapılar şöçük. Elə korobkası.